6-cı suala. Üçbucağın iki medianı bərabərdirsə, bu üçbucağın bərabər yanlı olduğunu ispat edin. Baxın, sizə nə deyilir? Deyilir ki, əgər bir üçbucaqda, bunu balacalaşdıraq biraz, MA bərabərdir MB-dirsə, onda A bərabərdir B-dir. Siz bunun düsturlarını da yazıb ispat edə bilərsiniz, amma o uzun gedər. Məsələn, MA necə tapılırdı? 2-də 1, kök altında 2 dənə B kvadrat, üstəyə C kvadrat çıxılsın A kvadrat. Və bunu, burada da MB necə tapılırdı? 2-də 1, 2 dənə A kvadrat, üstəyə C kvadrat çıxılsın B kvadrat. Və bunları yazıb, sağlarını bərabərləşdirib kvadratı yüksəltməklə həll edə bilərsiniz. Bərabərləşdirib kvadratı yüksəldəndə olur 2B kvadrat, üstəlik 2C kvadrat çıxılsın A kvadrat. Bərabərdir 2A kvadrat, üstəlik 2C kvadrat çıxılsın B kvadrat. 2C kvadratlar getdi. B'ləri bir tərəfli yığanda 3B kvadrat oldu. A'ları bir tərəfli yığanda 3A kvadrat oldu. Və buradan da B kvadrat 3'ə bölməklə A kvadrat aldım. Yəni B'nin A'ya bərabər olmasını aldım. Çünki A ilə B tərəfdir və tərəflər müsbətdir həndəsədə. Deməli, orada ilə B ilə A eyniymiş. Bu bir isbatdır. Bunu hər kəs qəbul etməlidir. Amma bunu kimsə də sizə orada deməz ki, gərək onda medianın da düsturunu isbat elə. Onu deməz. Narahat olmayın. Yəni bu qəbul olunması isbatdır. İndi gəlin ikinci birisi üçün isbat verin. İkinci isbatda nədən istifadə eləyəcək? Baxın. Bu qaydada var daxı. Üçbucağın medianların kəsişdiyi nöqtəyə biz nə deyirdik? Ağırlıq mərkəzi deyirdik. Və ağırlıq mərkəzində medianlar təpədən başlayaraq 2 bölünsün 1 nisbətində bölünürdü. Yəni bura x idisə, bura 2x idi. Bura yenə x-dir, onda burada 2x-dir. Niyə eynisini yazıram? Çünki medianlar eynidir. Sonra nə yaza bilərik? Bu bucaq alfadırsa, onda bu bucaq da alfadır. Səbəb, çünki orada bərabər yanlı 3 bucaq var. Onda bura 2 alfadır. Fikir verin. Bura 2 alfadır. Onda burada 2 alfadır. Gördünüz mü? İndi bir xarici bucaq qonşu olmayan iki daxili bucağa bərabərdir. O qaydası. Bir xarici bucaq ona qonşu olmayan iki daxili bucağa cəminə bərabərdir. İndi bu şəkilə baxın. Bu üç bucağa baxın. Keçin bu üç bucağa baxın. Bu üç bucaqda nə var ikisində də? Kongruentlik əlaməti var. Yəni bərabərlik əlaməti var. Bayaqçı əlamətdir. İki tərəf və onlar arasında qalan bucaq. Yəni və yaxud da ki bir bucaq və ona bitişik iki tərəf. Digər üçbucağın bir bucağı və ona bitişik iki tərəfindən eynidirsə, onda bunlar kongruent üçbucaqlardır. Yəni bərabər üçbucaqlardır. Baxın, x ilə eynidir. Sonra, yəni rəngi dəyişim, 2x də 2x ilə eynidir.